Salam değerli hemkarlar, hər birinizi xoş gördük. Bir neçə günlük həftə sonu fasilədən sonra bugün sizdən yenidən görüşürük və artıq bir aydır. Bir aydır bizim yeni tədris ili başlayıb. Məktəblərimizdəki vəziyyəti görürsünüz. Tədris ilinin bir ay keçib, hələ də jurnallar yoxdur. Deyək ki, Bakı şəhəri rəqəmsal məktəb platformasına keçib, düzdürmü? Bəs yerdə qalan regionlara jurnallar niyə verilmiş? Tədris ilinin başlamasına artıq bir ay keçib, 4 həftə keçib. Hələ də sinif jurnalları yoxdur. Və sinif jurnalının olmaması da tədrisin təşkilində nə qədər böyük problem yaradır. Hələ də məktəblərdə demək vakant yerlər var. Müəllimlər gedib çıxmır. İndi bizim bu ağıllılar nə edirlər regionlarda? Demək, ingilis dili müəllimi yoxdur. Götürüb ingilis dilini əvəz edirlər rus dilinə. Hə, rus dili müəllimi var. Götürüb 5 il, 6 il, 7, 8 sinifə qədər ingilis dili keçən şagirdi deyirlər ki, biz sizə müəllimimiz yoxdur. Siz artıq rus dilindən, bu xarici dil olaraq rus dilindən dərs keçəcəksiniz. İnsanlar gedib bunları başa salmaq istəyirlər ki, bəs axı bu əsas xarici dildir, bu dəyişməməlidir. Siz bunu niyə dəyişirsiniz? Burada nədir problem? Niyə belə edirsiniz? Necə yəni ölkədə xarici dil müəllimi olmasın? Deyirlər, biz artıq əmri vermişik. Yəni, biz artıq belə qərara gəlmişik. Baxın, görün, təhsili bu yolla bazara çevirən Emin Əmrullayevin heç olmasa zərrə qədər olan və ya olmayan vicdanı sızıldayırmı? Axı, bu ucqarlarda yaşayan bu uşaqlar sabah əskər kimi lazımdır, kadr kimi lazımdır. Demək, bunlar insan deyirlər də. Hamı zorla məcbur edilir ki, buraxın kəndləri, köçün Bakıya. Çünki Bakıda və mərkəzi yerlərdə bu problemlər yoxdur. Baxmayaraq ki, ayrı-ayrı məktəblərdə, elə bu yaxınlarda videoda yayıldı, ayrı-ayrı məktəblərdə də, Bakıda da var bu problem, Abşeron yarımadasında da var, amma regionlarda kütləvi şəkildədir. Hələ də birləşən məktəblərin problemi həll olunmayıb. Hələ də birləşən məktəblərin problemi həll olunmayıb. Yaxşı, bu təhsilin idarə edilməsini necə bunlar anlayırlar, necə başa düşürlər? Bakı məktəbləri dağılıb gedir. Özbaşınalıq, pul toplamalar, düzdür, aralarında şəffaf işləyən direktor müavinləri də az deyil. Onların da haqqına girmək olmaz. Bakı şəhər təhsil idarəsində baş verən özbaşınalıq, anarxiya, biri-birinin ayağının altını qazmaq, biri-birini, nə bilim, sıradan çıxartmaq üçün nələrdən istifadə etmirlər bunlar. Ölkə təhsili o qədər bərbad vəziyyətə salınıb bilərəkdə, sanki idarə olunmur. Mən bir dəfə demişdim, o sürət qutusundan çıxan maşın olur, deyirlər, xalastoy gedir. Ölkə təhsili xalastoy gedir, idarə olunmur. Regional təhsil idarəsi müdirlərini özünü xan kimi aparır. Kim nə istəyir eləyir. Kim nə istəyir eləyir. Hətta bir neçə regional təhsil idarəsi var ki, konkret üçün bilirəm ki, Emin Əmrullayev ümumiyyətlə saymır. Saymır. Məsələn, bir regional təhsil idarəsi var, müdürü var. Bir ayağı Azərbaycandadır, bir ayağı xaricdədir. Və o cümlədən də bu hələ tarifikasiyalar təsdiq olunmayıb. Burada Eşqi Bağırovun taleyinə də aydınlıq gətirilmədi. Nə baş verir? Elnur Əliyev bunu vurdu, sıradan çıxartdı, çıxartmadı. İndi sıradan vurub çıxardırlar, yerlərinə də bir adam yoxdur. Bunların biri-biri ilə mübarizəsi o qədər böyük problem yaradıb təhsilin içində. O qədər böyük problem yaradıb. Təhsil müəssisələri bilmir, müəllimi, valideyni, şagirdi, dərdini kimə desin? Dərdini kimə desin? Bu nəzarət edici orqanlar da sanki hamı qürub qalıb ki, bu neynir? Görə bunun axırı nə olacaq? Təkrar eləyirəm. 4 həftədir tədris ili başlayıb. Heç nə. Jurnallar yoxdur. Məktəblərdə müəllimlər yoxdur.
Yüzlərlə müəllim yerləri vakantdır. Keçən dəfə də. Yenə təkrar edirəm, görün nə vəziyyətə qalıb. İnsanların təhsildə nə qədər anlayışı yoxdur. Və yaxud da nə qədər qudurublar, nə qədər dövləti, qaydaları, qanunları saymırlar ki, 8 il xarici dərs keçən bir uşağa deyirlər, bilsən nə var, biz xarici dil müəllimi işə götürə bilmirik. Halbuki bizim xarici dil müəllimləri en qədər qalıb orada, deyər ki, 3 bal aşağı toplayıb, 5 bal aşağı toplayıb, olsun da. Və gəlin sizə rus dili müəllimimiz var, dərsi də azdır, verə rus dili keçsin. Xarici dil, əsas xarici dili dəyişmək olar. Bilmirəm, siz necə fikirləşirsiniz? Ölkənin təhsilindəki anarxiya nə qədər davam edəcək? Emin Əmrullayevdəki yerindədir də. Emin Əmrullayevin də başı qarşı bütünlüklə öz şəriki və ortağı Elnur Əliyevin ixtiyarına verib Təhsil Nazirliyini. Bu iki şərik də hələ ki o pul silmə olan əsas funksional vəzifələri tam ələ keçirmək üçün başları qarışıb. Amma ölkə təhsili, ölkə müəllimlərinin halı, vəziyyəti, məktəblərin vəziyyəti, təhsil müəssisələrinin vəziyyəti tamamilə qalıb kənardan. Allah köməyimiz olsun. Görək Eşqi Bağırovun axırı necə oldu. Və regional təhsil idarələri, cənab xanlar, özlərini xan kimi hiss eləyənlər. Yəni, başa düşürəm dövr sizindir. Başa düşürəm istədiyinizi eləyə bilirsiniz. Amma heç olmasa ətrafınızda elə sizin regionallarda təhsili yaxşı bilən, o regionun xüsusiyyətlərindən yaxşı bilən kadrlar da azdır elə. Heç olmasa bunlarla bir məsləhətləşin. Bu dəqiqədə dağda getməyin də. Onsuz da sizin ağanız Emin Əmrullayev ölkə təhsilini dağıdırdı. Bu adamın missiyası budur. Bu adam bu Sors məktəbində nə keçdi, nə keçmədi bu Sorsun məktəbində. Və yaxud da Elnur Əliyevlə bunların nə düşmənçiliyi var Azərbaycan xalqı ilə, Azərbaycan milləti ilə, Azərbaycan təhsili ilə. Və bunlar onsuz da dağıdırdı, amma yaxşı, bunlar zamanla öz cəzalarını alacaqlar. Siz də bunlara ortaq olursunuz, siz də bunlara şərait yaradırsınız. Belə, sizin məktəblərdə jurnallar varmı? Dərs cədvəli yerindədirmi? Bakının mərkəzi məktəblərinin onlarla məktəbdə dərs cədvəli yerində deyil. Baş təhsilində də orada mövqe müharibəsi gedir. Müavinlər biri-birini vurub sıradan çıxartmaq istəyirlər. Bax beləsinə. Tezliklə Bakı təhsili haqqında videolarımız olacaq. Videonu paylaşın. Paylaşın və rəy bölməsində yazın. Sizin regionda tanıdığınız məktəblərdə tədris təşkil olunub, vəziyyət nə yerdədir? Vəziyyətdən razısınızmı? Uğurlar hər birinizə.